Assalamu aleykum və rəhmətullah. Əziz tələbə və şagirdlər, necəsiniz inşallah? Bugün sizlərlə Facts and Figures kitabından 7-ci mətni oxuyub tərcümə edəcəyik. Bəziləriniz soruşursunuz ki, bu kitabın PDF-i varmı? Bəli, var. İstəyənlər Google-a girib, oradan Facts and Figures Part 1 yazsanız PDF endirə bilərsiniz inşallah. Endirə bilməyənlər 050 847 27 72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Oradan sizə istəsəniz PDF-i göndərə bilərik. Belə əziz tələbələr, bugünkü mətnimiz 7-ci mətn olacaq. Gəlin mətnimiz nə haqqdadır, ona baxaq. Bugünkü mətnimiz Why do people laugh? Nəyə görə insanlar gülürlər? Niyə insanlar gülürlər? Gəlin. Qələmi də hazırlayım. Aha. Hər mətnin, yəni başlanğıcında qeyd edirəm, əziz tələbələr, burada da qeyd edim. Yəni mətni oxuyub tərcümə etdikdən sonra inşallah buradan, yəni bilmədiyiniz çətin sözləri sizlərə tərcümələri ilə deyəcəm. İnşallah tələffüzləri ilə dəftərinizə yazıb onları öyrənməyi unutmayın. Gəlin başlayaq. Why do people laugh? Sualımız belədir ki, yəni niyə insanlar gülürlər? Ümid edirəm inşallah ekran görünür. Do you laugh every day? Every day. Siz hər gün gülürsüz. Most people do. Çox insanlar, bəli, yəni gülürlər. Scientists say that people laugh about 17 times a day. Alimlər deyirlər ki, insanlar gündə təxminən about həm haqqında deməkdir, əziz tələbələr, həm təxminən deməkdir. Təxminən 17 dəfə gülürlər. That is a lot of laughter. Bu gülüşün çox hissəsidir. In India, Hindistanda, there are hundreds of laughter clubs. Hindistanda yüzlərcə laughter, gülüş klubları var. The people in these clubs get together every morning. Bu klublarda olan insanlar hər səhər bir yerə toplanırlar. Get together, bir yerə toplanmaq deməkdir. First, they stretch their hands above their heads. Birinci onlar əllərini öz başları üzərinə qoyurlar. Then they pretend to laugh. Sonra, yəni after ilə sinonimdir. Then, after. Sonra onlar gülürlərmiş kimi özlərini qələmə verirlər. Pretend, yalandan özünü qələmə vermək deməkdir, əziz tələbələr. Soon, everyone is laughing naturally. Soon, tezliklə hər kəs həqiqətən gülür. People say they feel good after laughing together. İnsanlar deyirlər ki, onlar birlikdə güldükdən sonra özlərini good, yaxşı hiss edirlər. Scientists believe that laughter is good for you. Why? Alimlər inanırlar ki, gülüş sizin üçün good, yaxşıdır. Niyə? For one thing, bir şey üçün laughter is good exercise. Gülüş yaxşı idmandır. Exercise, idman deməkdir. Məşq, idman. When you laugh, you exercise many muscles in your body. Siz güləndə, deyir, siz bədəninizdə olan əzələləri, çoxlu əzələləri, many muscles. Çoxlu əzələləri exercise, məşq etdirmiş olursunuz. Scientists say that 100 laughs equals 10 minutes of running. Alimlər deyirlər ki, 100 dəfə gülmək, belə deyək, 10 dəqiqəlik qaçışa equals, bərabərdir. Is the same as, yəni bərabərdir. Sonra, when you laugh, siz güləndə, you also breathe deeply. When burada deyəcəksiniz ki, nə zaman deməkdir? Axı tərcüməsi nə zaman, nə vaxt? Bəli, yəni bir mənası nə zaman, nə vaxt deməkdir. Amma yəni tərcümə etdikdə dadə mənasını verir. Yəni when you laugh, siz güləndə, you also breathe deeply. Siz həmçinin dərindən nəfəs alırsınız. This helps you relax. Relax, əziz tələbələr. Yəni rahatlaşmaq, istirahət etmək deməkdir. Yəni bu sizin rahatlaşmağınıza, istirahət etməyinizə kömək edir. That's good for you too. Həmçinin bu sizin üçün yaxşıdır. Why do we laugh? That is a hard question to answer. Yəni not easy. Yəni deyir why do we laugh? Biz nəyə görə gülürük? Hard, çətin deməkdir. Difficult ilə sinonimdir, əziz tələbələr. Yəni not easy.
asan olmayan bir şey. Yəni that's a hard question to answer. Yəni bu suala cavab vermək çətindir. We know that people laugh more often in a group. Biz bilirik ki, insanlar qrup şəklində daha da tez-tez gülürlər. They don't laugh very often when they are alone. Onlar when they are alone, yenə when dadə kimi burada tərcümə olunacaq. Onlar yalnız, tənha olanda onlar çox tez-tez, very often, çox tez-tez gülmürlər. Many scientists believe that we use laughter to connect to the people, to other people. Yəni burada Z artiklını da yaza bilərik, yazmaya da bilərik, yəni fərqi yoxdur. Çoxlu alimlər inanırlar ki, biz digər insanlar ilə to connect, əlaqə qurmaq üçün gülürük. Laughter helps us feel part of a group. Gülüş, yəni gülmək bizi bir qrupun hissəsi edir. In English, İngiliscə, people say that laughter is the best medicine. İngiliscə insanlar deyirlər ki, gülmək, yəni gülüş ən yaxşı dərmandır. Some think that laughter helps sick people get well. Sick xəstə deməkdir, ill ilə sinonimdir əziz tələbələr. Bəziləri düşünür ki, some think that, bəziləri düşünür ki, gülmək xəstə insanlara yaxşı olmağa kömək edir. Do you think so too? Siz də mi həmçinin elə düşünürsünüz? Əziz tələbələr, burada bütün tərcümələri sizlərlə bölüşdüm. Amma yenidən gəlin baxaq, göz yetirək. Laugh gülmək deməkdir. Time vaxt deməkdir, amma times dəfə deməkdir. About təxminən həm haqqında deməkdir. Get together bir yerə toplanmaq. Sonra first birinci sıra sayıdır. İnşallah növbəti dərslərimizdə düşünürəm ki, sıra sayılarını, yəni sıfırdan öyrənənlər üçün rəqəmləri, yəni sıfırdan sayıları çəkib YouTube kanalımızda paylaşım. Sonra soon tezliklə everyone, hər kəs törəmədir. Everyone, everything, everywhere. Bunların hamısı törəmədir əziz tələbələr və biz bilirik ki, törəmələrin həmişə xəbəri nədə olur? Təkdə olur. Sonra good, yaxşı, people, insanlar, scientists, alimlər, why, niyə, sual əvəzliyidir. Why, niyə, what, nə, when, nə zaman. Bunların hamısı sual əvəzlikləridir. Good, yaxşı, exercise, məşq, idman. Muscles, əzələlər. Equals, bərabərdir. Relax, rahatlaşmaq, istirahət etmək. Hard, difficult, ikisinin də mənası çətin deməkdir, sinonimdir. Easy, asan deməkdir. Sonra connect, əlaqə qurmaq. Believe, inanmaq feildir. Other, digər. Sonra medicine, dərman. Well, yaxşı. Fine deyə bilərik. I am fine, I am well. Sick da, bir də ki ill, xəstə deməkdir, sinonimdir. Belə əziz tələbələr, İnşallah çox sağ olun, videonu tam axıra qədər izlədiniz. İzlədinizsə videoya like atıb, kanalımıza abunə olub, paylaşmağı unutmayın inşallah. Allahın izni ilə növbəti 8-ci mətnimizdə görüşərik. Allah'a əmanında. Esselamu aleykum və rəhmətullah.